Herkesi salamlayıram. Dünən efirdən sonra gərgin anlar yaşadıq. Dünən nələr yaşandı bir bilsəniz. Gül xanımın deməli vəziyyəti pisləşdi. Dünən elə efirdən sonra, dünən həqiqətən də onun o uşaqlarla görüşü gərgin idi. Burada tamaşaçılar da, milyonlarla tamaşaçımız göz yaşı tökdü burada. Bizə yazılanlar dəhşət idi. Dünən həqiqətən də ağır anlar idi. Necə bu studiyada yaşandı o ağır anlar, eləcə də verilişdən sonra bizim otaqda yaşandı. Xüsusilə ananın övladları ilə sağollaşması anı gərgin idi. Gül xanımın başına nələr gəldi. Mən indi buradan Sahilə xanıma müraciət eləyirəm. Rəşada müraciət eləyirəm. Ekrana yaxın əyləşin. Əkizlərin taleyi necə oldu? Uşaqlar izləyəcəksiniz. İlk süjeti izləyək. Yine ay doğuyor, yine günler uzak, uzanır geceler ah hüzüne, dolanır uykudan sabaha, günler geçiyor, bana her şey uzak. Dökülür yeni bir yaprak daha, vururken yüzüme sonbahar. Özelinde dedin atanla mesela başını dava ediyorum. O zaman sizi bana hatırlayacağım. Yapacağım mı? Bak bir Sandım inan. Yəni mən indi istəyirəm ki, baxırlarsa Sahilə gel, hər kəs diqqətlə izləsin. Yəni nələr yaşandı? Bayram, həyəcanlısan sən də. Yox Bayram, sənin ona ürəyin ağrıyırdı. Mən demirəm ki, sən yəni, amma həqiqətən Bayram dünən o baxışlar ki var idi orada, sona qədər biz onu təcili yardım götürənə qədər Gül xanımı, Bayramın keçirdiyi o həyəcanları, hətta Salih anasına görüşməyə getmirdi. Bayram onu necə qucaqladı və onu ananla görüş dedi. O son anda anası ilə balasının görüşməyinə də səbəb oldu. Sağa bağlanır, ilahi. Buyur. Səsi alın. Bayaq gəldim, mən Gül xanımı görmədim. Çox pis oldum. Gül xanım dünən gecə xəstəxanaya qaldırdı. Niyə oldu? Niyə belə oldu? Niyə? Mən ona hədiyyə almışdım. Hədiyyə almışdım onun üçün. Hədiyyə almışdın? Bəli. Ay Allah. Necə böyük ürəyim var. Hədiyyə almışdım. Çox pis oldum mən. Ay. Dün eşitdim, çox ürəyim ağrıdı. Ona bir şey olmasın. Şu anda bir şey olmasın. Bayrama bir şey olsun ama ona bir şey olmasın. Necə? Necə bayrama bir şey olsun? Bəli.
Ay, yazıq bayramın günah nədir? Bura qədər yaxşı gəlmişsin Elman, burada. Bildim. Çünki onu edən Yaşar kimi, Bayram kimi adam oldu. Rəşad kimi bayram. Bayram kimi adamı. Onun kimi adamı oldu. Mən ona sahib çıxmaq istəyirdim. Əgər bir şey olsa mən onun uşağına sahib çıxaram. Bayram olsa mən onun uşağına sahib çıxaram. Gülxana bir şey olmasın. Ay bayram. Ay bayram. Sənin bəxtin yoxdur. Elman da səndən düşdü. Necə? Elman da düşmən çıxdı. Çünki Bayram, sən ona sahib çıxmadın. Bayram, sən ona yaxşı olmadın. O sevmədi səni. Yaşad onu atdı yarı yolda. Anasının səsinə baxdı, bacısının səsinə baxdı. Kişi öz ağına gedə, şuyunla gedə. Gülxanım da yazıq qaldı bayınsada. Tək ona bir şey olmasın. Bir şey olsa mən pis olaram. Həqiqətən. Hər qədər pis olaram. Niye pis oldu? Ne oldu babalar, ne oldu? Niye pis oldu? Niyə olmur ki? Qadın sevmişəm. Evi çıkıyorsun, burada yoktu, götür gülümü de çık git de baniteye. Hastahaneye git de git orada takdim et de. Ne böyle şey? Kişi kıyafet ha? Burada niye gelip Niyə ağladın? babam, niyə bir ağrısı danışırsın? Agresiv yoksa sen burada oturmuşsan, götür gülümü de git hastahaneye de orada takdim et. Mutlak burada yerinden demezsin. Ben de durup yemeliyim ki Burada pankez... xəbərim oldu. Babam mənim, burada xəbərim oldu mənim. Burada mənim xəbərim oldu. Ay tövbe sen 10 günlük haberin var. Ya anlan değil. 10 gün değil, Ha, dünenleri şeye danışırsan verilişten da. sonra. Mənə yok. Ha, yok Verilişten değil de sonra sen oldu. ben onun dediğine inanırım. Anar bəy, dünənləri Gülxanın verilişdən sonra halı pisləşib və yəni Mən uşaqların nənəsi hali... bilməmişəm. Bu vaxtda ki ben kapıdan gidəndə mənim xəbərim vardı ki, bəli Gülxanım olmayacaq. Ola, Bəli. Azad Rəşadın anasında ola, bacısında ola ki, gələ bu biz demirik, burada dünəndən nə qədər insanlar yazır ki, Rama müəllim, Gülxanıma niyə dəstəkləyirsiniz? Mən bir şey demək istəyirəm, biz Gülxanımı dəstəkləmirik. Biz Gülxanımın bətnində olan 2 dənə körpənin aqibətinə bizə maraqlıdır ki, bu nə olacaq? Onu da özü Biz bunu qazandı. da- Yox, biz gəl dərinə getmək, kitab danışmıyor. Ədəbi söz deyil bura. Bura meydandır. Meydanda da ana bətnində olan uşağın yiyəsi qınanmalıdır. Sən nə bilirsən ki, o uşaq nə Bəs tərzdir? yiyəsini qınayırıq da. Bə, yox, Rəşad Gülxanımı yiyəsi. indi deyə ağlayır onu Gör, dedi. Onun yiyəsi bir dənə Gülxanım deyil. Arxanda oturub Mən çox ağlayır üzr onu istəyirəm, dedi. bir dənə xahiş edirəm. Bu məsələdə niyə sadəcə Gülxanım qınanılır? Mən məhdər qalmışam. Rəşad burada günah işləmir. Rəşadın burada səhvi yoxdur. Bayramı başa düşdü. İndi hər kəs otursun onu qınayanlar, dünən baş verənlərdə əkizlərin taleyi necə oldu əziz tamaşaçılar? 2 uşağın başına nələr gəldi? Biraz sonra izləyəcəksiniz. Ona görə mən çox istəyirəm ki, Rəşadın anası da, bacısı da deməli yayına qatıla bilərlər. Canlı yayıma. Hə, qatılmaq istəyirlər. Əla, möhtəşəm, qatılsınlar. Vallahi Gülxanın əlindən qurtara bilməyəcəksiniz. Bəli. Əgər Gülxana bir şey olsa, Yaşad mənim qarşımda məni görəcək. Bayram niyə gülürsən? Niyə gülürsən? Düz deyir də, Yazıq İslamın gülməsin, niyə mərhəməti yazıq? var. Qoy gül. Və düz yerdə bizdə hüquqçular oturur burada deyir ki, onun qarşısında məni görəcəksən. İndi də çıxıb ikincisi. Oturub orada deyək mən onun qarşısında məni görəcəksən. Gülxanıma Bütün hədəfləri üzr danışır. istəyirəm. Bu Gülxanıma insanların nifrəti ola bilər, amma 3 dənə övladının anaya qarşı sevgisi var. Yəni bunu da bir nəzərə almaq lazımdır. O körpə uşaq dünən görmədik, burada anasına necə də sarılmışdı, qucağından düşmək istəmirdi. O uşağın istəyi nəzərdə Uşaq tutulmur. anasını görüb ki, 2 ildir. Mən də orada anamın qucağına yoxu çağırıram. Başa düşürəm. İndi bu bunu eləyib də. Bəli. Biz Gülxanımı qoyduq bir kənara. Biz Bunun onda 2 burada dənə uşağı var oturup ortada. Elə deyil ya, biz bu... Baxın, bu qadın bu səfər addım atıbsa, bunun tək tərəflisi Gülxanım deyil. Rəşad da buna bir yerdə addım atıblar, düzdür? Rəşad məsuliyyətindən qaça bilməz. Bir səhv eləyibsə, o səhvin də arxasında dayanmalıdır. Aydındır. Gəldim, bağışlayın, biraz gecikdim. Gülxanımın bu vəziyyətə durmağın birinci səbəbi bayramdır. Bayramı Niyə çox bayram? istəyirəm. Bayram yox, birinci Yox, bayramdır. çox istəmək söhbəti Hə, yoxdur. amma Yəni bu vəziyyətə birinci bayram gətirib, ikinci də Rəşad.
Bayram nə eləməlidir? Bayram Yox, nə bayrama eləməlidir? niyə Yox, gətirir? deyən, Niyə deyən, gətirir? deyən. Bayram. O vaxtı biz sizi Yəni onunla sən- barışdırmaq Ay, Hacı, istədik. sən dərinlikdən Siz danış barışmadınız. da, ortadan Barışsaydınız, danışmadın, sən Allah gör. Gülxanım barışmaq öz yox, başına yox, yox, yersiz yox, qalmasaydı Hacı, bu iş duruma... yerindən danış, işləməyib Hacı. danışma. Burada dürüst ol Hacı, tam Hacı. səmimi. Yox, dürüstəm. Demək deyil. Yəni o Yox, mənada istəmək demirəm. deyil, gəlmişdi Deyirəm, sənin bu iş barışsaydı, yerində, barışsaydı. gəlib Yəni bu bayramın belə üzünə olmaz. de onları. Hacı, Keçən dəfə yəni- dediklərini bayramın üzünə de. Təbii ki deyirəm. Hə, buyur, Yenə Mənə Hacı. deyirəm. bax, Sən- Yenə sən deyirəm. quyunun altından danış da, ortasından deyirsən yanımda. Altından danış quyunu. Qardaş, Deyən, quyunun mən altından deyən nə danışıram. deyim? Bu söhbətdə mən də varam. Mənim gözümün yanında qabağında qurban sana. olub bu Bayram prosesdə. nə edibdi? Bayram Gülxanımın başına hansı müsibətləri Mənim gətirdi? proses mənim dükanımda olub. Bəli, danış. Bayram şəxsən qoymurdu Gülxanım işləsin. Buyurun. Bax, Gönül xanım burada olsaydı və Bayram da oturub, onun üzünə deyərdim. İmkan vermirdi onu işləməyə, bütün günü ağlaşma, bütün günü döymə, söyülmə. Mən Gülxanımı niyə işdən qorxdum? Bir dənə Bəli, Də, bu problemlərə görə. Bəli. Bütün günü Gülxanım mənim dükanımda Ona ağlayırdı. yaraşır, onun 3 dənə uşağı var. Ay Sən də qardaş, elə sən də danışırsan, yanındaydın da. 3 dənə uşaq Sən də ama oradaydın da. belə oynamalıdır. Ay Onun qardaş, üçün oynamazdı, fiyat belə bizi eləyərdi. baxır, Düz danışma da. Ay qardaş, düz belə danış, oynamırdı, Hacı. belə eləyirdi. Nə Hacı, dəxli var? düzünü danış. Oo. Səni xoşun gələr, səni... Ay qardaş, sən özün də orada olmusan da. Sən özün də oradaydın. Ay qardaş, sən də reklam edirdin də, sən də oradaydın. Mikrofonu Ay qardaş, sən özün də orada olmusan. Bayram, sən özün də o işdə işləyirdin. Yəni ikiniz bir yerdə Ay, işləyirdiniz. bir dənə deyəm. Bura Gülxanın birinci dəfə gələndə, mənim xəbərim olun bura gələndə. Olur ki, mən bilmirəm. Boşanmağa O prosesi mən gəlmişdi. O bilmirəm. boşanmağa gəlmişdi. O Bəli. prosesi mən Mikrofon. bilmirəm. Ay Bayram. Yaraşmır, Hacı, ona yaraşmır. Ay qardaş, indi yaraşır, yarı yolda qoymusan. Məni qoyuram, yarı yolda. Qarnı dolu yaraşır, Məni qoyuram, İndi yarı yaraşır. yolda. Məni nə qoyuram? onda onu yaraşdırırsan belə-belə eləmək. Olsun. Bayramın nə günahı var ki? Bayramın günahı oydu, əvvəldən Bayram- bunu yersiz buraxdı. Bayramı biz hələ alqışlamalıyıq Əvvəl ki, bununla bu 2 barışmadı. gündə heç olmasa uşaqları Bayram. gətirib anasıyla görüşdürür yəni. Bayramlıq burada nə var ki, mən başa düşmürəm. Keşə, Mən burada kişi kimi gəldim, oturdum kişi kimi. Baş ilə gələ əlindən Yox, tutub bir dənə aparardı. bir dənə qurban olum da Hacı, bir dənə sən danışdın, mən dinlədim, mən danışım, sən dinlə. Mən kişi kimi bura gəldim, çıxdım ki, mən uşaqlarımın sığınacağı verməyəcəm. Mən dəstək istəmirəm, istəməyəcəm də. Gəldim, tutdum uşaqlarımı qoluna, götürdüm, apardım. Nə yeyirəm, nə içirəm, nə edirəm, uşaqlarımı saxlayıram. Bugünkü gündə Xoşqədəm xanım məndən xahiş elədi. Mən bugünkü gündə ona görə gəlmişəm, uşaqlarını görüşdürməyə anasıyla. Amma mən də çox cəhd eləmişdim. Ha. Mən də çox cəhd eləmişdim. Bax sizi restoranlara apardım, sizi Bildim də kimi mən işə demirəm, sən aldım. mənə pis olmuşsan. Siz üçün ev Demirəm tutdum, Bəli. nələr eləmədim ki. Sən də Nələr işə oldu aldım, amma? onu da işə aldım ki, siz ayrılmayasınız. Mən elədim. Yox, sən də kim, ortada kim Amma paylaşdı? səndə də çox var idi, yola getmirdin. Məndə, həqiqə məndə Vallahi, çox yola olsaydı, getmirdin ki. məndə az Bütün gün olsaydı. sənə yalvardım ki, onunla yola get, Nə qədər barışın. Gülxanın qol Vallahi məqrəbəsi barışın. biri Mən gəlmədi deyirəm, dalınca. bilirəm. Gülxanımla sən barışsaydın, Gülxanım bu durumlar heç asıl Ay olmayacaq. Hacı, Vallahi. Gülxanımın bir dənə qol məqrəbi dalınca gəlmir. Bugünkü gündə yoluma asıl Yazdım gəldim, anası getdim, neyləsin, gəldim, beş ay getdim. oturdu da burada. Mən gəlmişəm onun dalınca. Bütün evlənənlər, ələ gedən ədəb tutanlar, evində gelib sahibi olanlar gəlsin bu kişinin yanına. Çünki bu xeyir dua verməsə boş şey. Qardaş, xeyirduadan ucu keçib. Hə, xeyir dua nə istəyirsən kişidən Bu qardır? bayramdan Ay keçib, kişi 3 ucu dənə uşaqla rəşadlar da ayrılıb, ucu bugün də Bu gəlir. proses iki Yox, yıldan belə qabaq görə keçib, sənə bu deyirsən ki, bayramdan belədir. Arkadaş nə yemədi o? Nə yemədi? Gülxanın bu addımı Nə atmasaydım, yeyir? atsaydım qolunu aparardım mən. Bəli. Ben Kişidən işləməm. keçib. Bax, Yox, aparardım. sən gəlsən bugündən Bu sonra, bugündən saniyə, sonra nə kim yemədi qəbul o? eləyər onu? O işin funksiyası Bu yerinə addımı yetirdi. Arkadaşıma deyirəm qəbul elə. Hadi. Bu Ki, eləmə. addımı Bir atmasaydım. dəqiqə, bir Ben dəqiqə, danışıram. tamam, tamam. Xoşağam. Bayram deyir, yaxşı kişilik. Hoş gedəm yox, hoş Qoymaz gedəm xanım. işləməyə. Bunu da Qoymaz anlayın. işləməyə. Eləmədi, otur O sana yerində də. işləyir, baxın davana. İşlədə acını yanı işləyirdi də, iki gəldi. Hacının yanından çıxıb 2 il bundan qabaqki söhbəti edirdik. Amma mən əvvəldən danışıram. Əvvəl bu problem yaranmasaydı, indi Bəli, bəzi doğrudur. insanlar da bu duruma durmazdı.